Göyçayda təsərrüfat təyinatlı torpağınız varsa, az vaxtda əla gəlir əldə eləyəsiniz. Potu kəndində 22 hektar xüsusi mülkiyyət olan kənd təsərrüfat təyinatlı torpağımızın təqdimatını eləyəcəm. Arkada gördüyünüz bu gözəl villada 22 hektar torpaq alana pay olacaq. Zəhmət olmasa bu gözəlliyi də götür. Villamızın qarşısında belə bir geniş gölü. İstəyən burada balıqçılıq təsərrüfatlar qura bilər. Bu göl 2 hektar ərazini tutur. Gölün suyu da Şirvan kanalından gələn sudur. Yəni içməli su kimi də istifadə eləmək olur. Torpağımızın ərazisində parnikdə salmaq olar, xurma, alça, badam və digər növ meyvə bağları da salmaq olar. Dörd bir tərəfi açıq formada geniş balkondan ibarətdir. İçəri daxil olaq. Bu villada həqiqətən zövq var, rahatlıq var, dizayn var. Giriş isə geniş bir koridor. Ümumilikdə 3 yataq otağı, 4 sanitar qovşağı, 1 mətbəx, 1 zaldan ibarətdir və tam əşyalı formada pay verilir. İçəri daxil olan kimi sağ tərəfdə ümumi sanitar qovşağı, bu hissədə mətbəxi, keçək zalımıza. Zalımız 70 kvadratdan ibarətdir və nəzərinizə çatdırım ki, tavanın hündürlüyü 4 metr təşkil edir. Yataq otağına daxil olaq. Bu birinci yataq otağı. Sən də mən demirsən ki, eynəyi çıxardır. Sanitar qovşağında çək. Keçək ikinci yataq otağımıza. Ümumiyyətlə, zalda da, yataq otaqlarda da açıq tonda aboylardan istifadə ediblər. Yəni, adam yorulmur içərdə. Bura ikinci yataq otağı. Sanitar qovşağını da göstər. Keçək üçüncü yataq otağımıza. Bu hissədə də üçüncü yataq otağı. Buranın sanitar qovşağı bu tərəfdədir. Buranı da çək. Buradan da bura kombo otağıdır. Buradan da yenə balkona, gölə tərəf bir çıxış var. Burada havaya bax bir dənə. Çox gözəldir, həqiqətən ideal. Mənzərəsi də super. Yəni bu formada. Alana da, satana da xeyirli olsun.